Oğlan adı Turqutdur. Nə rolundasan? Müşfiq rolda. Hə, Əskər. Əskər rolunda. Bu qızlar torpaq qızlardır. Bunlar da bizim balaca rəqqaslarımızdır. Nə rəqs ifa edəcəksən Ayşən? Nə rəqs ifa edəcəksən? Yalnız, Zəngəzur yalnız. Zəngəzur yallısı. Neçə gün öyrənmisiniz? Bir həftəyə öyrəndim. Bir həftəyə öyrəndiniz, əla. Hüseyn, sən kimin rolundasan? Mən Vüsal Kazımov. Şəhid Vüsal Kazımovun Bizim rolundasan. igidimiz, şəhidimiz. Baş leytenant şəhid Vüsal Kazımovun rolunu aparsan. Əla. Sizin rolunuz nədən ibarətdir? Bir rəqsdəyik biz, torpaq rəmzi edirik. Torpaq rəmziyisiz. Məşq edirsiniz, əla. Siz nə rolundasınız? Pərvanə. Pərvanə rəqsində. Əla. Kulisimizdə həyəcanlı anlar. Siz nə rolundasınız? 20 yanvar abidəsinin rolundasınız, düzdür? Qurbandır. Müəllimə obrazında Layla xanım bugün ifa edəcək. Kulisdən uşaqlar bir-bir əyinlərini geyinirlər, çıxırlar. Bura bizim kulisimizdir. İçəridə çox həyəcanlı anlar gedir. Toğrul, siz nə rolundasınız? Aparıcı və görürsünüz öz formasında. Cahat nə rolundadır? Sadə Əskər rolundadır. Bizim Zəngəzur yallısının qızlarıdır. Siz nə rolundasınız? Rəsul. Xordasınız. Nə xor oxuyacaqsınız? Ölkəm. Asif Zeynalın Ölkəm xorunu. Əla. Uğurlar. Qızlar, siz nə rolundasınız? Mama. Mama, ana rolundadılar. Təbrik edirəm. Uğurlar hamımıza. Eşq olsun, eşq olsun, eşq olsun. Tədbir öncəsi bax belə maraqlı olur. Şagirdlər müxtəlif bacarıqlar əldə edirlər. Həyəcanlı anlar yaşayırlar. Əlayla. Toğrul, hazırıq. Bəli. Uğurlar hamıya. Şagirdlər müxtəlif bacarıqlar əldə edirlər. Komanda ilə işləmə. Stresli vəziyyətin idarə olunması. Bax belə. Və müxtəlif bacarıqlar. Bizim xorumuzun gözəl qızları.